EMA Tədris Mərkəzinin Riyaziyyat müəllimi Ehtiram Kazımov. İnşallah həqiqi üstü qüvvət nədir? Natural üstü qüvvət, tam üstü qüvvət, kəsr üstü qüvvət, rasional üstü qüvvət hamısı bir yerdə olur. Həqiqi üstü qüvvət. Natural üstü qüvvət nədir? Tərifi belədir. Hər biri A-ya bərabər olan n sayda A qrupun hasilinə A ədədinin n natural üstü qüvvətidir. A əsas, n nədir? Qüvvət. Natural üstü qüvvətin xassələri var. Məsələn, A işləyəni vuranda A işləyəmən, n plus n. A işləyəni A işləyəmə böləndə ən çox da belə tətbiq edirsiniz də bunu kəsirdə. n çıxı m. Qüvvətin qüvvəti n vurulsun m, hasilin qüvvəti ayrı-ayrı qüvvətlər hasili, nisbətin qüvvəti ayrı-ayrı qüvvətlər nisbətinə bərabər. Tam üstü qüvvət nədir? A üstü m, burada m daxildir z-dir. Artıq burada qüvvət mənfi də ola bilər, sıfır da ola bilər. Məsələn, 2 üstündə mənfi 3, tam üstü qüvvət. 5 üstü 0, tam üstü qüvvət. 7 üstü 2, tam üstü qüvvət. Natural üstü qüvvətin bütün xassələri tam üstü qüvvətdə var. Əlavə olaraq bax bu iki xassə var burada. Yəni mənfi üstü qüvvətləri tapanda siz bu şəkildə tapmalısınız. Məsələn, 2 üstü mənfi 3 nə bərabər olur? 1 böl 2 üstü 3. Yəni 8-də 1-ə bərabər. A üstündə n bölünsün n. Buna deyirlər kəsr üstü qüvvət. Amma burada biraz diqqətli olmanız lazım. N bölünsün n böyükdür 0 olsa, A 0-dan böyük bərabər olur. N bölünsün n kiçik 0 olsa, A böyük 0 olur. Bu şərtlər daxilində buna kəsr üstü qüvvət deyirlər. Kəsr üstü qüvvəti belə yaza bilərik. 4 üstü 3-də 2. Bu bərabərdir 3-cü dərəcədən 4 üstü 2. Üstü qüvvət. 2 üstü kök altda 2. 3 üstü kök altda 5, kök altda 2 üstü kök altda 3 və s. Bu şəkildə qüvvətlərə deyilər irrasional üstü qüvvəti. Testdə hansı formalarda düşün? Məsələn, 2 üstü kök altda 3 çıx 1, üstündə kök altda 3 plus 1. Bunları bir-birinə vurursun, taksiyə görə. Düşdür əmələ gəlir burada. Təsərrüma düşdürür. Cavab edir. Natural, tam, kəsr üstü qüvvətin bütün xassələri buna aid. Və sonda yekunlaşdıraq. Deməli, natural üstü qüvvə, tam üstü qüvvə, kəsr üstü qüvvə və irrasional üstü qüvvət hamısı bir yerdə olur. Həqiqi üstü qüvvət. Əziz abituriyentlər, günlük bu qədər. Növbəti dərslərdə görüşənədək.